Hər vaxtınız xeyir dəyərli izləyicilər. Ekranda Holiday xəbərdir. Bu ay ofisimizdə baş verən 3 ən vacib xəbəri diqqətinizə çatdırıram. İlk xəbərimiz satışa dəstək şöbəsində yeni və köhnə nəslin müzakirəsi başlayıb. Biz həmişə belə etmişik. Deyirlər ki, yeni işçimiz Asif dəyişikliklər edərkən gərgin anlar yaşayıb. Bu zaman təcrübəli əməkdaşımız Afeliya xanım bu işə müdaxilə edib. Asif, köhnəsi işləyir, özündən Amerika kəşf eləmə. Biz həmişə belə işləmişik. Çünki Asif bilmirmiş ki, onsuz da Holcimdə bütün çətinliklərin optimal və tam hazır həlli var. Növbəti xəbər, marketinq bu ayı detoks ayı elan etdi və hamıya məcburi bu yaşıl sudan içirdir. Görək bu təcrübəni yaşayan Sevinç xanım nə deyir? Nə bilim, marketinq deyir ki, bu sağlamlıq üçün faydalıdır və arıqladır. Amma mən səhərdən düşünürəm ki, mən bunu içdikdən sonra bunun dadından iştahım elə küsür ki, ac qaldığım üçün arıqlayıram. Nə yaxşı ki, hər ehtimala qarşı çantamda şirniyyat kəsəkmişim. Bəli, bu detoks suları da məktəbə yoxlama gəlir söhbətinə döndü. Zarafat bir yana, biz Holcim olaraq bütün əməkdaşlarımızın sağlamlığını və təhlükəsizliyini düşünürük. Və son xəbər, Usta Mənəm yarışmasının 3-cü sezonunun 1-ci mərhələsi yekunlaşdı. İstilərə baxmayaraq ustalarımız böyük əzmlə yarışdılar. Təbii ki, Holcim olaraq bu ağır və zəhmətli əməyi hədiyyələrimizlə və ənənəvi olaraq qonaqlığımızla dəyərləndiririk. Gəlin təəssüratları ustalarımızdan dinləyək. Super, əla, gözəl. Hədiyyələrinizdən məmnunsunuz? Bəli, razıyam, çox sağ olun, minnətdaram hədiyyə görə hər birinizə. Artıq mən 3-cü səfərdir finala qatılıram. İnşallah bu səfər yaxşı olar. İnşallah bütün ustaların hamısına uğurlar arzulayıram. Dəyərli izləyicilərimiz, xəbərlərimiz bu qədər idi. Siz də detoks sularından içməyə davam edin. Ya da Afeliya xanımdan gizlincə çay için.